Və bu sistemlərə gəldik, idarəetmə sistemlərindən gəldikdə, bütün onlar seçki sisteminə, balans sisteminə əsaslanmalıdır, razılaşma prinsipləri ilə əsaslanmalıdır fərqli klonlar arasında. Çeviklik olmalıdır, demokratik dəyərlər olmalıdır. Həmin müvafiq dövrlərdə bir çox fərqli və çevik qaydalar olmalıdır cəmiyyətdə ki, qarşılıqlı hörmət olsun və məsləhətlər olsun. Əlbəttə ki, humanizm və ədalətə gəldikdə fərqli sahələr vardır ki, bu insanların ailəsinə, əmlakına və əlbəttə ki, ədalət məsələlərinə hər birinə təsir edir. Qasım Xan, Breitbach, Cetircayqan kimi tarixi fiqurlar olmuşdur və ona görə də belə bir qaydanın olması o deməkdir ki, bütün resurslar ədalətli şəkildə paylanmalıdır və hər bir insanın öz cəmiyyətinə fərqli məsuliyyətləri olmalıdır, dəyərləri olmalıdır. Və Qazaxıstanda bütün bu hüquqi mədəniyyətlər artıq formalaşmışdır və ideya həmrəylik çərçivəsində ideyalar güclənməlidir. Və progressiv ideyalardan biri də odur ki, nomadik dünyada restorativ ədalətin olması. Nomadlarda cinayət məsələlərinə gəldikdə harmoniyanın pozulması bir cinayət idi və ona görə də cəzalandırmaq yox, sadəcə ədalətin bərqərar olması, bərpa olunması əsas məsələdir ki, sülh bərqərar olunsun və bu humanistik bir ruh, probasiya, mediasiya bərpa edici proqramlarda tətbiq olunur. Nomadik cəmiyyətində əlbəttə ki, qadınların rolu, onların qorunması çox vacib bir məsələ olmuşdur. Çünki qadınlar ənənlərin qoruyucusu hesab olunurdu, dəyərlərin qoruyucusu hesab olunurdu və ona görə də qadınların hüquqlarının pozulması çox ciddi bir cinayət idi və keçəri hüquq sistemi, nomad deməli sistemi doğrudan da çox dəyərli idi. Deməli, dəyərli həmkarlar doğrudan da bu sivilizasiya tarixdə öz izlərini buraxmışdır və bir çox şeylər öyrənmişik, bir çox vizyonları öyrənmişik bu sistem çərçivəsində. Balans, sülh bərqərar olunması üçün çox istifadə edə bilərik. Və biz başa düşdük ki, bu irs çox güclüdür və bu bizim vahidliyimiz üçün, bərqərar olunmamız üçün müasir dövrdə çox vacibdir. Təşəkkür edirəm.